Yaşat Fondu və Asan Könüllüləri Təşkilatının birgə keçirdiyi 5-ci Yaşat Yay düşərgəsinin 5-ci həftəsi davam edir. 12-13 yaş kateqoriyasına aid olan 52 şəhid övladının iştirak etdiyi bu dəfəki düşərgədə həftə ərzində onlar üçün müxtəlif maarifləndirici, əyləncəli, sosial proqramlar təşkil olunur. Uşaqların çeviklilik, dözümlülük və komanda işi bacarıqlarının inkişafı məqsədi ilə keçirilən parkur yarışması isə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Parkur çox əyləncəli idi. Dostlarımla getdiyimiz üçün çox əyləncəli idi. Bəzi yerləri çətin olmağına baxmayaraq, yenə də asan yerlər də var idi. Bu günləri parkura gəlmişik. Bura çox əyləncəli, maraqlı keçir. Olduqca zövq alırıq. Əvvəllər konsertlər olmuşdu, müğənnilər gəlirdilər. Əyləncə saatları olurdu. Master klasslar olurdu, psixologlarla görüş olurdu. Yaşat düşərgəsi çox əyləncəli keçir və burada parkurları bitirdik. Parkur isə çox maraqlı idi. Əyləncəli günlər bizi gözləyir. Parkur var idi. Qızmar günəş olmasına baxmayaraq biz parkuru dostlarımız sayəsində birlikdə asanlıqla keçdik. Qarşımızda bəzi maneələr olmasına baxmayaraq parkuru asanlıqla dediyim kimi dostlarımız sayəsində keçə bildik.